Nurcun başla. Bir nömrə Türkiyənin çayları. Dördünü də qeyd eləmişəm, birə müvafiq. Türkiyənin çayları. Şimala doğru axıb Qara dənizə tökülənlər. Cənuba doğru Aralıq dənizinə tökülənlər. Əla. 2 nömrə. 3 nömrə. 4 nömrə. 5 nömrə. Bəli. Cənub-Şərqi Asiyanın ən böyük çayı. Eyni adlı düzənlikdə var 6. 7 nömrə Şərqi Asiyanın çayları. 7-8. Və əla. Sərhəd çayıdır Rusiya-Çin sərhədində. 9 nömrə Tatar boğazına tökülən Amur çayı. Sonra şimal istiqamətdə axan çaylar. 10 nömrə Kolima, 11 nömrə. 10-dan 11 Şərqi Sibirə tökülür. 12 ilə 13 hansı çaylarda, hansı dəniz? Əla. Bəs Lenanın qolu 14 hansıdır? Vilgöy. 15 nömrə. Yenisey. Bu Yeniseyin qolu hansıdır Baykaldan başlayan? Qəşəng. 16 nömrə. Obun qolları 17, 18, 19. Çox gözəl. 20, 21. Mərkəzi Asiya, Aral dənizinə tökülən. 22 nömrə Balxaşa tökülən. 26 Mərkəzi Asiyada səhralarda itir. Qəşəng. 23, 24, 25 Xəzərə şimal hissədən təxminən şimaldan, şimal şərqdən tökülən çaylar. 23, 24, 25. Emba, Ural, Volqa çayları. Çox gözəl. Sonra davam eləyək nisbətən şimal hissəyə get. 27, 28. 27 hansıdır? 28 Ağdənizə tökülür. Mali Divina. 29 Ladoqa gölündən Fin körfəzinə çıxa bilərik o çayla. 30 nömrə Azova tökülən. 31 nömrə 32 nömrə Qara dənizə tökülən. Bəs qaraya tökülən digər çay 44. Qəşəng. Sonra 33, 34 Baltika tökülən çaylar. 36, 35, 36. Şimal dənizinə tökülən. Əla. Parisdən keçən çay 38. Lamanş boğazı. 37 İngiltərə, London, Şimal dənizi. Çox gözəl. 39 Biskaya tökülən çay, Biskay körfəzi. 40 nömrə Pirneydən. Çox gözəl. 41 bəs cənuba doğru axan Leon körfəzinə tökülən. Rom çay. Yaxşı. 43 hansıdır İtaliyanın şimalında Padan ovalığından keçən çay? Bəs o Adriatika tökülür, bəli, Pol çayı. Bəs 42 nömrə Tirren dənizinə tökülən çay İtaliya. Tiber çayı. Tiber çayı. 44-ü qeyd elədik Dunay çayını. Unutduğumuz qalmadı. Əla, çox gözəl, afərin.